İlk mövzumuz olacaq dəstəmazı vacib edən şeylər. Yəni o şeylər ki, o şeyləri edən zaman dəstəmaz olmaq vacibdir. Dəstəmazı olmaq vacibdir. Və bəzi şeylər var ki, dəstəmazlı olmaq sünnədir. Bəzi şeylər var ki, dəstəmazlı olmaq vacibdir. Və onlardan biri də əziz qardaşlar namazdır. Hansı ki, deməli İbn Ömər radiyallahu anh'ın hədisində gəlir ki, "La yaqbalullahu salatan bighayri tuhurin və la sadaqatan min ghulul." Hədisi deməli Müslim rivayet edib. Deməli deyir ki, Allah Nəbisi sallallahu əleyhi və səlləm Allah Taala təharət olmadan, yəni burada təharətdən qəsd nədir? Dəstəmaz olmadan namazı qəbul etməz. Deməli buradan başa düşür ki, namaz üçün dəstəmaz almaq hökmü nədir? Vacibdir. Əgər dəstəmaz olmasa namaz yoxdur. Hədisin davamında gələn "və la sadaqatan min ghululin", yəni bu da nə deməkdir qardaşlar? Yəni insanın haram yoldan və yaxud da ki, hiləli yoldan o əldə etdiyi qazanc var. Mikrofonları bağlayın zəhmət olmasa. Yəni bu yolla qazandığı o qazancla verdiyi sədaqə yoxdur deyir. Yəni verilən sədaqə qəbul olunmaz. Allah Taala hiləli yolla gələn qazancdan və yaxud da haram yolla gələn qazancdan sədaqəni qəbul etməz. Bəzi insanlar var, Allah müstəhan, görürsən ki, nəsə haram iş görür, riba və s. Soruşursan, niyə edirsən? Mən deyir, ən çox bu lotereyada zadda belə şeylər olur. Yəni görsən, gedir lotereya, deyirsən, qardaş, müsəlmansan, niyə edirsən? Alınsa deyir, məscid tikdirəcəm. Və yaxud da ki, sən bu belə şey olar mı? Subhanallah. Yəni bu haram pulla xeyir işləmək olarmı? Yəni olmaz. Çünki Allah Nəbisi sallallahu əleyhi və səlləm deyir ki, yəni "və la sadaqatan min ghulul". Yəni Allah Taala'nın sənin nəcis yoldan qazandığın pula ehtiyacı yoxdur. Və yaxud da ki, müsəlmanlara ehtiyac yoxdur. O məscid sayılmır ki, haram üzərində qurulmuş məsciddir. Və yaxud da ki, başqa şeylər. Ona görə də insan ümumiyyətlə yediyinə, içdiyinə diqqət eləməlidir. Hansı ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, bir nəfəri misal çəkir ki, səhrada bütün azuqəsini itirmiş, bütün hər şeyini itirmiş bir adam var və dua edir ki, "Ya Rabbi, ya Rabbi", amma Allah Taala deyir, onun duasını qəbul eləmir. Niyə görə? Çünki onun deyir, yediyi haram, içdiyi haram, özü də haramla deməli bəslənir. Yəni, bu deyir, necə Allah Subhanahu onun duasını qəbul etsin. Ona görə insan gələr yediyinə, içdiyinə, qazandığı pula diqqət eləsin. Haram yolla olmasın. Barakallahu fikum. Və haram yeyən insan şübhəsiz ki, onun qəlbinə, imanına, onun hər şeyinə, əzalarına təsir eləyir. Allah Taala qorusun. Bəli, deməli dedik ki, dəstəmaz vacibdir nədə? Bir, namazda. Hədisi də qeyd elədik. İkinci isə ət-tavafu bil beytil harami fardan kana əv nəflən. Yəni insanın ümrədə və yaxud da həcdə tavaf edərkən dəstəmazda olmasıdır. Tavaf edərkən dəstəmazda olması. İstər bu tavaf qardaşlar, yəni fərz tavafı olsun, istər də nafilə tavafı olsun. Yəni fərz tavafı odur ki, onların təfsilatı inşallah qabaqki şeylərdə gələcək, həcdə və ümrədə gələcək. Fərz tavafı odur ki, yəni o ümrəni yerinə yetirərkən etdiyin tavafdır. Nafilə isə ümrəni bitirmirsən, sadəcə tavaf eləmək istəyirsən, icazəlidir. Və bu da nafilə tavafı sayılır. Və bunun üçün də dəstəmazlı olmaq vacibdir. Dəstəmazın pozularsa və qaldığın yerdən saxlayırsan, gedib dəstəmaz alırsan, məsələn 3-cü dövrdəsən, 3 dəfə tavaf eləmirsən, 3-cü dövrdə dəstəmazın pozuldu. Gedirsən, alırsan, 3-dən davam edirsən. Yəni niyə görə bu belədir? Allah Subhanahu taala baxın insana asanlıq istəyir. Çünki bir insan məsələn getdi 6-cı tavafda, 7 tavafda eləmi? 6-cı tavafda dəstəmaz getdi. Təzədən bu qayıdıb təzədən 6 ilə tavaf eləməsin də. Bu hamısı rüxsətdir, elhamdülillah. Allah həmd olsun. O dediyim kimi təfsilatı gələcək inşallah. Tavaf eləmək kimlərə olmaz. Yəni hansı ki qadın heyzli olarsa, heyzli qadına tavaf eləmək olmaz. Ta ki təmizlənənə qədər. Bəli, üçüncü məsələmiz isə əziz qardaşlarım, məssul mushafi bibəşaratihi bilə hail. Yəni insanın heç bir yəni arada maniyə olmadan, maniyə burada nəzərdə tutulurkən əlində əlcək falan olmadan birbaşa əli ilə mushafa toxunması və bu da vaciblərdən gətiribdir, vallahu aləm. Deməli burada da dəlil oldu ki, la yemassuhu illal mutahharun. Allah Subhanahu taalanın Vaqiə surəsinin 79-cu ayəsidir. Ümumiyyətlə bu barədə alimlər çox ixtilaf ediblər ki, yəni insanın dəstəmazsız Qurana toxunması icazəlidir yoxsa yox. Yəni bunu icazəli görənlər də var.
şərtlə icazəli görənlər də var və yaxud da ki, olmaz deyənlər də var. Hansı ki, oxuduğumuz elə mətndə gəlir ki, Musafa dəstəmazsız birbaşa əllə toxunmaq olmaz. Çünki Allah təala buyurur ki, ona ancaq təmiz olanlar toxunar. Və Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, "Lə yeməssul Qur'ana illə tahirun." Qurana ancaq tahir, yəni təmiz olanlar. Burada taharətdən də qəsd dəstəmazdır. Dəstəmazda olanlar toxunulur. Hədisi də İmam Məlik və həmçinin Hakim, Beyhaqi, Darqutni və s. səhih isnadla rəvayət ediblər. Şeyx Albani hədisi səhihləşdirib. Bəli. Deməli, yəni burada ən azından hörmət olaraq çalışmaq lazımdır, dəstəmaz olmadan Qurana toxunmasın. Yəni Qurana toxunmaq o Musafın qabığından söhbət getmir. Yəni söhbət gedir o hərflərə toxunmaqdan. Hərflərə toxunmaq olmaz. Allahın kəlamıdır. Yəni təzim etmək üçündür bu. Allah Subhanahu taala Həc surəsində buyurur ki: "Və men yu'azzim şa'airallah fe innehu min taqval qulub." Kim Allahın şüarlarına təzim edərsə, əzəmətləşdirərsə, bunun qəlbindəki təqvadandır. Burada biz dedik ki, vacib olan şeylər, eləmi? Bu üç şeydə dəstəmaz almaq vacibdir. Namazda, ümrə edəndə, tavaf edərkən və həmçinin Qurana toxunmamışdan qabaq. Burada bəzi məsələlər var ki, o yerdə dəstəmaz almaq sünnədir. Məsələn, insan azan oxuyan zaman, məsələn, azan verməlisən, yəni o azan verəndə dəstəmazlı olmaq, o dəstəmazın şərtlərindən deyil. Yəni sən dəstəmazsız ikən də azan verə bilərsən. Lakin sünnədir ki, dəstəmaz alasan. Və həmçinin məsələn insan dəstəmaz almaq sünnədir. Qəzəblənirsən, hansı ki hədisdə vardı olub ki, dəstəmaz alsın. Yəni, bu da sünnədir həmçinin. İndi burada sual ortaya çıxır ki, bir var vacib dəstəmaz, bir var sünnə dəstəmaz, eləmi? Yaxşı, bir adam qəzəbləndi, niyyəti oldu ki, mən sünnəyə əməl edəcəm, sünnə dəstəmazı gedir, alır. Bu dəstəmazla namaz qılmaq olar? Kim deyər? Niyyətində yoxdursa olmaz. Aha, bu birinci cavab. Sonra başqa kim deyər? Valla dəstəmazda fərqi yoxdur. Sünnə oldu, vacib oldu. Əsas dəstəmazdır. Usul deyil, hazır. Sonra? Məncə də olar. Yaxşı. Olar. Problem yoxdur. Çünki dəstəmaz qardaşın dediyi kimi. Orada fərqi yoxdur. Sünnə dəstəmaz oldu və yaxud da ki, vacib dəstəmaz oldu, fərq eləmir. Yəni dəstəmazı aldınsa əgər, artıq sən dəstəmazlı sayılırsan. O dəstəmazla, sünnət niyyətinlə alınsa belə, o dəstəmazla namaz qılmaq olar. Allah alim. Sonra, deməli qardaşlar, növbəti məsələ gəlir ki, biz dəstəmazın sünnə olan məqamlarına əlavə olaraq deməli birinci Şeyx Rahimullah gətirir ki, Allah Taalanı zikr edəndə, yəni zikr edəndə dəstəmazlı olmaq. Bu da dəstəmazlı yəni almağın sünnə olan yəni sünnətlərindəndir ki, dəstəmaz almaq bu yerdə sünnədir. Allahı zikr edərkən və yaxud da ki, Quranı qiraət edərkən. Burada Quranı qiraət etmək o nəzərdə tutur ki, məsələn, insan əzbərdən Quran qiraət edir və bu da o halda dəstəmazlı olmaq da sünnədir. Bəli. Və sonra gətirir ki, bütün namazlarda insanın dəstəmaz alması sünnədir. Yəni dəstəmazlı ikən bütün namazlar üçün dəstəmaz almaq qəsd olunur. Yəni çünki adi halda insan dəstəmazı olmasa bu sünnədir və vacibdir. Yəni Allah Nəbisi sallallahu əleyhi və səlləm Ənəsin hədisində gətirir ki, yəni Ənəs radiyallahu anh deyir ki, "Qənə Nəbi sallallahu əleyhi və səlləm yetəvaddau ində kulli salatin." Allah Nəbisi sallallahu əleyhi və səlləm bütün namazlar üçün dəstəmaz alardı. Yəni bu sünnədir. Ki sən dəstəmazın var, bir namazdan keçdi artıq, hələ də dəstəmazın var. O birisi namazı çatmışsan, azan oxundu və sünnədir ki, sən gedib dəstəmaz ala bilərsən. Bəli. Həmən hədisi də Buxari rivayət edib. Və sonra məsələn gətirir ki, məsələn insan deməli zövcəsi ilə yaxınlıq edən zaman əgər yəni cünub olduğu halda qayıdıb yenidən yaxınlıq etmək istəyərsə, bu zaman dəstəmaz alması da sünnədir. Bu zaman dəstəmaz alması da nədir? Sünnədir. Və yaxud da ki, zövcə ilə yaxınlıq etməyə yox, məsələn insan cünub halında məsələn yemək istəyərsə, nəsə içmək istəyərsə, cünub halındadır, nəsə yeyib içmək istəyir
və yaxud da o halda yatmaq istəyir. Yəni insanın cünub halında yatması icazəlidir. Bəzi yəni xurafatlar gətirirlər ki, güya ki cünub halında yatmaq yəni fəxrlıq gətirir. Yəni kasıbçılığa səbəb olur. Yəni bunlar hamısı xurafatdır, belə şey yoxdur yəni. İnsan cünub halında yatmağa icazəlidir. Bəli. Və cünub halında əgər deməli 3 dənə məsələ saydıq burada, 4 dənə məsələ. Cünub halında əgər ikinci dəfə yaxınlıq etmək istəyirsənsə, bu zaman dəstəmaz almağın sünnədir və həmçinin cünub halında yatmaq istəyirsənsə, dəstəmaz almağın sünnədir və yemək və içmək istəyirsənsə, cünub halında bu halda dəstəmaz almaq sünnədir. Çünki Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, yəni bu dəlilləri əzbərləyin arkadaşlar. Bu dəlilləri əzbərləyin. Bu çünki mühümdür. Bəzən görürsən ki, indi bunu sizlə müzakirə edəcəm bu mövzunu. Yəni yəqin ki, inşallah ki, siz bu üslubu yəqin ki, bəyənirsiniz. Əgər bu şeydə problem varsa, deyin mənə. Çünki bəzən görürsən ki, bir məsələ barəsində insan danışır. Məsələn, fiqhdən danışır və yaxud da başqa şeydən danışır. Məsələni izah edir, amma dəlil yoxdur. Amma mənə elə gəlir ki, bu daha yaxşıdır ki, sizin özünüz üçün də, ümumən insan üçün bir şey zikr etdikdən sonra dəlillə zikr etmək. Elə deyilmi? Yoxsa bu yorğunluq olur? Yox, əlbəttə ki, lazımdır. Düz. Yaxşı. Yəni buna dəlil odur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, İzə ətə əhadukum əhləhu. Yəni burada məqsəd yaxınlıq etməkdir, cimadır. Əgər deyir sizdən biriniz əhli ilə, öz ailəsi zövcəsi ilə yaxınlıq eləyərsə, thumma arada an yauda falyatawadda. Və sonra ikinci dəfə, yəni sonra yenə qayıtmaq istəyərsə bu şeyə, falyatawadda və dəstəmaz alsın bunun üçün. Hədisi də Müslim rivayet edib. Bəli. Sonra deməli yatmağa gəlincə isə qardaşlar, deməli Ayşə radiyallahu anhadan hədis gəlir ki, Ənə Rasulullah sallallahu aleyhi ve sellem kənə izə ərədə ən yənəm və huvə cunubun təvadda'a vudu'əhu lis-salah qablə ən yənəm. Deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem cunublu halda yatmaq istəyərkən, elə ki, deyir, cunub olduğu halda yatmaq istəyirdi, o zaman deyir, namaza dəstəmaz aldığı kimi dəstəmaz alar, sonra neyərdi? Yatardı. Fikir verin, elə bayaq zikr etdiyim o hansı ki o məsələ var, o məsələ elə rəddiyyətdir. Çünki bu yaxınlarda bilmirəm kimdənsə eşitmişdim ki, gətirmişlər ki, sual kimi ki, cünub halda yatmaq kasıbçılığa səbəb olurmu? Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem özü o halda yatıbdı yəni. Cünub olduğu halda yatıb. Bu hədisi də Müslim rivayet edir, qardaşlar. Bəli. Bəzi rivayətdə gəlir ki, fə'ərədə ən yəkulə əv yənəm. Yəni, bu hədisə ziyadə olaraq gəlir ki, əlavə olaraq, yemək və yaxud da yatmaq istəyərdisə, o zaman neyərdi? Dəstəmaz alardı. Yəni, burada içməyi qeyd eləməyib. Çünki elə yemək içmək də eyni babda, eyni cinsdəndir yəni. Yemək içmək eyni cinsdəndir. Və bəli, yəni, həmin hədisi də deyir, Müslim rəvayət edib həmsini. Ki, yemək və yaxud da ki, yatmaq istəyərdisə, Allah Rasulü namaza aldığı kimi dəstəmaz alardı. Bəli. Neçə məsələni qeyd elədik? 3 məsələni qeyd elədik. Onlardan birincisi oldu ki, müstəhəbdir zikirdən qabaq dəstəmaz almaq və yaxud da ki, özün hifzdən Quran oxuyursansa, dəstəmaz almaq. İkincisini qeyd elədik ki, hər namazın əvvəlində dəstəmazda olsan belə dəstəmaz almağın müstəhəbdir. Və sonra dedik ki, üçüncüsü isə deməli, zövcə ilə yaxınlıqdan sonra qayıtmaq istəyirsənsə yenə və sonra yatmaq, yemək və içməkdə cünub olduğun halda bunları edərsənsə dəstəmaz almağın müstəhəbdir. Və dördüncüsü isə əziz qardaşlar, qüsuldan əvvəl dəstəmaz almaq. Qüsuldan əvvəl dəstəmaz almaq. Məsələn, yemirsən qüsul almağa, cünub haldasan, deməli o qüsul prosesində dəstəmazla başlayırsan. Bəli. Və bu hədis də Ayşə radiyallahu anh hədisidir və buyurur ki, قالت كان رسول الله صلى الله عليه وسلم إذا اغتسل من الجنابة يبدأ فليغسل يديه ثم يفرغ بيمينه على شماله فليغسل فرجه ثم يتوضأ وضوءه للصلاة. Ayşə radiyallahu anh deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem elə ki qüsul alırdı cənabətdən, əllərini birinci yuyardı, sonra deməli, yəni fərzini, yəni cinsiyyət üzünü yuyardı və sonra namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Fikir verin, birinci deməli əllərini yuyurdu, sonra cinsiyyət üzünü yuyurdu və sonra
namaza dəstəmaz aldığı kimi dəstəmaz alırdı və sonra da qalan yerləri quruluq qalmayacaq miqdarda yuyurdu və hədisi Müslim rəvayət edib qardaşlar. Və beşincisi isə əndən-nəvm. Əndən-nəvm. Yəni yatmazdan əvvəl. Yatmazdan əvvəl. Bunu biz qeyd eləmişdik, qrupda dərs atmışdıq ki, yuxu ədəbləri yadınızdadırsa. Və onlardan biri də nə idi? Dəstəmaz almaq. Biz orada hədis zikr elədik. Hədisi kim rəvayət edib? Yadınızdadır? Yaxşı. Hədisi deməli qardaşlar, Bəra ibn Azib radiyallahu anh rəvayət edir. Buyurur ki, Qalə Nəbi s.ə.v İdə əteytə məcəəkə fəyətəvadda vuduəkə lis-saləh. Thumməd taci' alə şiqqəkə əl-əymən. Hədisi deməli, Buxar rəvayət edir ki, Allah Nəbisi s.ə.v elə deyir, yatağa uzanacağın və yaxud da ki, yatacağın, yuxun gəldiyi zaman namaza dəstəmaz aldığın kimi dəstəmaz al. Sonra da sağ yanı üstə, sağ tərəf üstə yat. Bəli. Yaxşı, məsələn, biz bilirik ki, deməli, sol tərəf üstünə yatmaq qadağan olub, düzdürmü? Yəni, sol tərəf üzrə yatma olmaz. Yaxşı, yuxuda ikən xoşuna gəlməyən bir şey gördükdə Allah Rasulü sallallahu aleyhi ve sellem ki, Allaha sığınardı, yəni Allaha sığının, sonra digər tərəfə çönün yatın. Əgər bir hədis başqa bir hədisə zahiri olaraq müxalif görünürsə, o hədisi iki hədisi cəm eləmək lazımdır da. Alimlər bu iki hədisi cəm eləyəndə deyirlər ki, qardaşlar, Allah Rasulü sallallahu aleyhi ve sellemin yəni sağdan çönüb yatması sol tərəfə çönməsi demək deyir. Məsələn, sağ yanağı üstə yatmısansa, üzü yuxarı yatırsan. Yəni, sağ tərəfdəsən, çönürsən, kürəyi üstə yatırsan, üzün yuxarı, sol tərəfə çönmürsən. Və beləcə iki hədisə də əməl eləmiş olursan. Xülasə olaraq bu günlərim fiqdən götürdüyümüz məsələ oldu ki, dəstəmaz vacib olan hallar, hansı hallarda dəstəmaz almaq vacibdir və dəstəmazı almaq müstəhəb olan hallar və bu hallar da 5 dənəsini qeyd elədik və dəlillərini də saydıq. İnşallah gələn dərs yəni dəlillərlə deyərsiniz inşallah. Çünki əsas olan dəlillərdir. Allah sizdən razı olsun. Barakallahu fikum. Allah müvəffəq eləsin. Allahümme əmin. Subhanəkallahumma və bihamdik. Əşhədu an la ilahe illə ente, estəğfiruke və etûbü ileyk.